Xəzərqan rayon su meliorasiya sistemləri idarəsində baş verənlər ciddi narahatlıq doğurur. İddialara görə idarənin rəhbəri Zahid Sadıqov vəzifə öhdəliklərini faktiki olaraq bir kənara qoyaraq bütün qərar vermə səlahiyyətini öz katibəsinə həvalə edib. Məlumata əsasən sözügedən katibə nəinki vətəndaşları qəbul etmir, hətta idarəyə müraciət edən insanlara açıq şəkildə qərarları mən verirəm deyərək dövlət qurumunun fəaliyyət prinsiplərini kobud şəkildə pozur. Bu isə həm dövlət qulluğu etikasına, həm də vətəndaş məmnunluğunun təmin olunması prinsiplərinə açıq hörmətsizlik kimi qiymətləndirilir. Ən ciddi məqam isə odur ki, idarə rəhbəri Zahid Sadıqovun özü də vətəndaşları qəbul etmir və məşğuldur adı altında insanları qapıdan geri qaytarır. Adı çəkilən bu kafenin sahibi Natiq adlı şəxsdir. Buradan belə nəticəyə gəlmək olur ki, Natiq adlı şəxs bu kafeni qanunsuz olaraq fəaliyyət göstərir. Eyni zamanda belə deyək, burada nə gigiyenik qaydalara əməl olunmur, antisanitariya baş alıb gedir və ən əsası qeyri-rəsmi şəxs tərəfindən bu məsələ ilə bağlı araşdırma ciddi suallar yaradır. Qanunvericiliyə görə hər bir dövlət qurumunun rəhbəri vətəndaşların qəbulunu təşkil etməli, onların problemlərini dinləməli və qanun çərçivəsində həllinə çalışmalıdır. Lakin belə qaydada baş verənlər bunun tam əksini göstərir. Məsələ ilə bağlı aidiyyatı qurumların, xüsusilə meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyətinin rəhbərliyinin və digər nəzarət orqanlarının təcili araşdırma aparması zəruridir. Əks halda bu cür özbaşınalıq halları digər qurumlar üçün də təhlükəli bir məniyə yaradır. Vətəndaşların dövlət qurumlarına olan inamı məhz belə hallara görə sarsılır. Bu cür yanaşma nə idarəçilikdir, nə də dövlətə xidmət. Bu sadəcə məsuliyyətsizlik və vəzifədən sui-istifadənin bariz nümunəsidir.